Camal, bu keçən dəfə draftda verdiyim highlightsların outputu necə oldu? Bir çox insanlar korporativ mühitdə məhz bu dildə danışır. Bu dil yarı Azərbaycan, yarı ingiliscə olsa da, bu dili bilməyin edəcəyin işdən asılı olmayaraq sənin əldə edəcəyin məvacibə düz proporsional təsir göstərir. Müəllimin qeyd etdiyi sözlər sənədlər sinifinə aiddir. Burada draft, qaralama sənədlər, output geri dönüş və highlightlar mənim şərhlərim deməkdir. Və biz bu suala qarşı tərəfdən təsdiq alınması barədə cavabı məhz belə söyləyirik. Bəli müəllimə, proof gəldi. Okey, onda müqaviləni tez bağlama taskına öz kopya əlavə elə, bir də ki, deadline uyğun olaraq onu follow-up eləyərsən. Task, deadline və follow-up. Deadline və follow-up vaxt sinifinə aiddir. Task isə biznes proseslərə aiddir. İlk baxışdan sənə qorxulu və çətin gəlsə də, sən zaten bu məsələləri hər gün edirsən. Sadəcə sənin müdirin öz statusunu qoruması üçün bu şeyləri sənə deməyə məcburdur. Əgər nəsə aydın olmasa, bir dənə meeting eləyərsən. Ən sevdiyim. Bu əslində bu məsələni necə həll edirsən et. Mənə heç bir dəxlisi yoxdur, mən sabah Taylanda uçuram deməkdir. Amma yenə də, ni day bog nəsə səhv getsə, bir dənə onlayn görüş təşkil elə, mən ora daxil olum və sizin abrınızı töküm deməkdir. Bir də ki, bugün saat 6-da kick-off meeting var. Mən olmayacağam, özünüz qatılarsınız, brainstorming eləyərsiniz. Bəli, bəli. Düz başa düşdünüz. Yeni, lazımsız bir görüş iş vaxtından kənar təyin edilmişdir. Lakin sənin özünə və yaxud ailənə ayıracağın vaxtın heç kimi maraqlandırmır. Çünki indi sənin daha böyük, daha geniş bir ailən vardır. İnanmırsan, onda bu sözlərimin sübutunu sadə bir sualla ala bilərsən. Mənim üzr istəyirəm, bəs overtime sayılacaq? Overtime? Ayıb deyil sənə. Biz axı bir ailəyik. Bizim şirkətin strategiyası ailə dəyərləri üzərində qurulub. Bəli, onun şirkəti onun ailəsinin üzərində qurulmuşdur. Və ipotekanı vaxtında ödəmək üçün qəlbinə atıb bu sözləri deməlisən. Oldu Hüseyin.